Bu evi ürəklə təqdimat edəcəm. Nəyə görə ürəklə təqdimat edəcəm? Çünki evin keyfiyyətinə qardaşım söhbət yoxdur. Mən gecə ilə ev hələ tamamlanmayıb, həyətində yüngülvari işlər qalıb, evin içi tam təmirlidir. Məni çağırıb evin sahibi ki, qardaşım, buranı sən satacaqsan. Birinci şiftəsində mən eləyirəm. Evimiz yerləşir orada Məhəmmədidə, Məhəmmədin dairəsindən sağ tərəfə, sosial binaların düz yanında əzizlərimiz. Marşrut düz evin qapısındadır. Marşrut düz evin qapısındadır. Deməli, məktəbi, bağça bir addımlıqdadır da. Yəni çıxdım, market burada, məktəb burada, bağça burada, avtobus dayanacağı burada. Nə bilim, ay nə bilim 300 metr gedim, 500 metr gedim. Bu evdə elə söhbət yoxdur. Bir də ki, izləyicilərimizin nəzərinə çatdırım ki, bu evimiz təmiz proyektlə tikilib. Yəni sağdan, soldan divara söykənmək söhbəti yoxdur. Evin bir növbəsi 40-ın 40-a təmiz betonlandı. Üstündən kəməri var, əziz izləyicilərimiz. Yəni hamısını mən sizə deyirəm, başı çıxan adam biləcək mən nə deyirəm. Evimiz qoşadaşla inşa olunub. Üstündən də çornukatı, pol taxtası iləndir. Üstündən də ki, daş yunu var. Yəni gəlin bu şeylərə hamınız öz gözünüzlə baxın. Azad gəlmə qardaşım, gəl bir dənə bura sənə zəhmət. Evimiz təmiz 3 sotun içində 4 otaqdan ibarətdir. 140 kvadratdır evimizin ümumi sahəsi. Sol tərəfindən ehtiyat su səni də var orada. Sanitar qovşağı da var. Azad getmə. Sanitar qovşağı da var həyətində. Su da ki daimidir. Aç gəlsin. Qazı, işığı, hamısı paket kupça iləndir. Həm evə, həm torpağa kupçadır. Mətbəxdən eyvanına çıxışı var. Geniş bir dənə eyvanımız var burada. Görürsünüz? İstəyən adam bu eyvanı bağlayıb cam balkonla yayda, qışda oturmağa. Yəni mümkündür. Azad yenə də çəkir. Həyətinə 2-3 dənə rahat maşın daxil olur əzizlərimiz. 3 sotdur da. Bax, mətbəx, koridor, bir də hamam otağı sizi döşəmədir. Görürsünüz, mərmər qranitlə üzlənilib. Evimizin Wi-Fi necə? Evimizin Wi-Fi necə çəkilib? Azad. 140 kvadratdır. Mətbəx otağını göstər, qardaşım. Görürsən nə boydadır? Xanımların ən sevimli otağıdır. Mətbəx otağı. Bir dənə qonaq otağına var. Gəlin. Bunu genişliyində qonaq otağı görmüşdün. Evimiz, qardaş, yəni onun tikilən evlərdən deyil. Evimizin eni ölüsü 14 metrdir, qardaş. 13-14 metr. Koridorumuz da genişdir, qonaq otağımız da. Sanuzeldir, isti döşəmə ilə də aksesuarlarımız hamısı yığılıb. Görürsünüz? Qiymət də çox gözəl qiymətdir. Birinci yataq otağımız. Öz otaqlarımızın pəncərəsi həyətinə asılır, nə divara söykənib, nə bir şey heç nə. Təmiz hava çəkən evdir. Bura bizim digər yataq otağımızdır. Qəşəng proyektdir. Bu evləri özünüz bilirsiniz. Vişnovkada 190-185 mindən satışa çıxardılar. Burada çox münasib qiymətə çıxıb. Burada bizim böyük yataq otağımızdır, əziz izləyicilərimiz. Həm evə, həm torpağı kupça ilə. Gəl bir dənə də bir şey göstərəcəm Azad. Bir dənə yeri çək. İndi qaldır yuxarı. Gör nə hündürlüyündədir. Təmiz 350 var. Rahat. Həm evə, həm torpağı kupça ilə, qardaşım. 130 min manatdır. Ayağımı qoydum bura, qədəmlərimi qoydum. Allah xeyrini versin. Yeni çıxdı satışa. Birinci çəkilişdə My House-dan gələcək. 130 min real alıcıya. My House izləyicilərinə qəşəng endirim də olunacaq. Yerləşmə yerində söhbət yoxdur. Qatar stansiyası var ha. Piyada gel buradan qatar stansiyasına görür. 1028-dəsən 15 dəqiqəyə. Təzə yolu da çıxışı var. Bu evin bir dənə minusu yoxdur. Səhifədə nömrə qeyd olunub əziz izləyicilərimiz. Əlaqə saxlayın, götürüm göstərim. Sağ olun, bu günə bu qədər.